Asan xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Vətəndaşlar əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana, Asan xidmət mərkəzinə müraciət edərək əldə edirlər. Bildiyiniz kimi Asan xidmət mərkəzi daha önce qeyd etdiyim dövlət qurumunun tabeliyində olan bir qurumdur. Yəni, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan bir qurumdur. Bu qurum ölkə başçısı sərəncamı ilə 2012-ci il 13 iyul 2012-ci il tarixli fərmanına əsasən yaradılmışdır. Sentyabr ayında qurumun əsasnaməsi və ştat vahidi təsdiq edilmişdir. Və bu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas istiqamətləri Asan xidmət mərkəzlərinin işinin təşkili, Asan xidmət mərkəzlərinin işinin qiymətləndirilməsinin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və Respublikada dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin prosesinin sürətləndirilməsidir. Yəni, Asan xidmət mərkəzləri olaraq bu bir vahid məkandan dövlət xidmətlərini və özəl şirkət və müəssisələrin təqdim etdiyi xidmətləri vahid məkandan vətəndaşlarımıza təqdim etməkdir. Yəni, Asan xidmət mərkəzləri çərçivəsində 9 dövlət qurumunun 25 hüquqi xidməti və 22 funksional yardımçı xidməti həyata keçirilir. Yəni, vətəndaş bir qapıdan vahid məkana daxil olaraq bir neçə xidmətlərdən rahat bir şəkildə faydalana bilərlər. Və bunun da məqsədi vətəndaşlarımızın əlavə xərc və vaxt itkisinin qarşısının alınmasıdır, dövlət qurumlarına etimadının artırılması, korrupsiya ilə bağlı negativ halların aradan qaldırılması, ümumi dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmişdir. Yəni, bu Asan xidmət mərkəzinin əsas istiqamətləridir, məqsədləridir. Həmçinin bizim mərkəzlərin prinsipləri operativlik, rahatlıq, şəffaflıq, etik qaydalara riayət kimi prinsiplər üzərində qurulmuşdur. Yəni, Asan xidmət mərkəzinə vətəndaş müraciət edərək 9 dövlət orqanının 25 hüquqi və 22 funksional yardımçı xidmətdən faydalana bilər. İlk Asan xidmət mərkəzi Cənab Prezidentin iştirakı ilə dekabrın 29-u 2012-ci il tarixində açılış olmuşdur və bu ilin yanvar ayının 15-dən pilot layihə çərçivəsində paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlarımıza xidmət göstərməyə başlamışdır. Daha sonra may ayının 3-də Sumqayıt şəhərində 2-ci regional Asan xidmət mərkəzi fəaliyyəti başladı və o Sumqayıt şəhəri ilə yanaşı Sumqayıt ətrafı bölgələrdə qeydiyyatda olan vətəndaşlarımıza xidmət göstərir. 3-cü Asan xidmət mərkəzi artıq paytaxtın Xətai rayonu ərazisində və o da Xətai rayonuna yanaşı Nizami və Suraxanlı rayonlarda qeydiyyatda olan vətəndaşlarımıza xidmət göstərir. Və paytaxt üzrə 3-cü və ümumilikdə 4-cü Asan xidmət mərkəzimiz bu ilin sentyabr ayında Yasamal rayon ərazisində fəaliyyətə başladı və o Yasamal rayonuna yanaşı Yasamal, Səbail və Qaradağ rayonlarında qeydiyyatda olan vətəndaşlarımız bizim təqdim etdiyimiz xidmətlərdən faydalanma imkanı əldə etdilər. Ümumilikdə bu il ərzində vaxt baxımından, yəni regionlarda, Asan xidmət mərkəzləri açılan regionlarda ölkə başçısının sərəncamına əsasən, tapşırığına əsasən səyyar formada xidmətlər göstərilmişdir. Yəni, bizim xüsusi müasir texnoloji avadanlıqlarla təchiz olmuş avtobuslarımız iyun ayının 1-dən etibarən artıq bugünə kimi 21 məntəqədə 37 rayon sakininə səyyar formada xidmətlərimizi təqdim etmişik biz. Və mən deyərdim ki, 21 məntəqədə 37 rayonun ümumilikdə 60 minə yaxın vətəndaşı sırf səyyar formada xidmətlərimizdən faydalanmışdır. Yəni, bunun da əsas məqsədi vətəndaşlarımız Asan xidmət mərkəzlərinə gəlmədən müasir texnologiyaların tətbiqi ilə vətəndaşlarımıza dövlət xidmətlərinin çatdırılmasıdır. Yəni, artıq bu formada xidmətimiz bir növ dövlət öz xidmətlərini elə bil vətəndaşların qapısına gətirmiş oldu və bununla da əsas məqsəd əlbəttə ki, vətəndaş məmnunluğuna nail olmaq, vətəndaşın rahatlığını təmin etməkdir. Çünki Asan xidmət mərkəzi fəaliyyətə başladığı ilk gündən dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir ki, yanaşmanı formalaşdırmağa çalışmışıq və nəzərə alsaq ki,
yanvar ayının 15-dən fəaliyyətə başladığımız gündən artıq dekabr ayına kimi ümumilikdə asan xidmətlərdən 830 minə yaxın vətəndaş müraciət edib və xidmətlərdən faydalanıb və demək olar ki, əlbəttə, yəni biz qarşımıza qoyduğumuz məqsədə artıq nail olmuşuq. Çünki əgər ilkin mərhələlərdə asan xidmət mərkəzlərinə 300-400 müraciət olurdusa, artıq indi hər bir mərkəzimizə ortalama olaraq 1500-ə yaxın vətəndaş müraciət edir gündəlik və bizim təqdim etdiyimiz xidmətlərdən faydalanırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz asan xidmət olaraq ilk dövlət qurumuyuq ki, çox aktiv bir şəkildə sosial şəbəkələrdə təmsil olunuruq və vətəndaşlarımızın bizə ünvanlanan suallarını operativ şəkildə cavablandırırıq. Onların təklif, müraciət və şikayətlərini qəbul edib və bizim gələcəkdə inkişaf edən xidmət mərhələlərimizdə qarşımıza çıxacaq hər bir nöqsanları, hər bir problemləri aradan qaldırması istiqamətində işlər görürük. Bununla yanaşı Dövlət Agentliyinin 108 çağrı mərkəzi fəaliyyət göstərir. Yəni ölkə ərazisindən hər bir regiondan vətəndaşlarımız stasionar telefondan 108 nömrəsini yığaraq asan xidmət mərkəzləri çərçivəsində göstərilən xidmətlər, ümumiyyətlə bizim fəaliyyətimizlə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Bizim xidmətlərdən faydalanmaq istədikdə növbə tuta bilərlər onlayn rejimdə. Yəni bütün bizim fəaliyyətimizlə bağlı, zəruri olan sənədlərlə bağlı, dövlət rüsumlarına bağlı məlumatı əldə edə bilərlər. Mərkəzlərdə xidmət müasir standartlara uyğun şəkildə qurulub. Vətəndaşların vaxtında qənaət edilməsi, onlara nəzakətli xidmət və davranış göstərilməsi, əvvəlcədən növbəyə yazılma, istifadə etmək istədiyi xidmət barədə əvvəlcədən məlumat almaq və s. bu kimi zəruri şərtlər mövcuddur. Mərkəzlərdə məlumat köşkü fəaliyyət göstərir. Vətəndaş bura müraciət edərək əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərə müraciət etməli olduğunu öyrənərək, həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyərək, növbə çatdıqda isə xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və ya əldə etmək istədiyi sənədi qanunla müəyyən edilmiş müddətlərdə götürə bilər. Bu notarius növbədə ikinci mərtəbəyə qalxmalısınız. Qan qrupu ilə orada üçüncü qapı var, laboratoriya otağı var. Amma tez bir şəkildə eləyin ki, mən sizə növbə vermişəm, yəni artıq sizin növbənizdə qalxmalısınız. Asan xidmət mərkəzləri çərçivəsində xidmətlərin rahatlığını göstərən bir nümunə, yəni misal olaraq ev alqı-satqısını həyata keçirmək istəyən vətəndaşlar asan xidmət mərkəzinə müraciət edib, daşınmaz əmlak məsələlərlə bağlı bölməyə müraciət edərək mənzilin yüklüyünün olub-olmaması haqqında arayış əldə edə bilər. O arayışı əldə etdikdən sonra bizim notarial bölməyə yaxınlaşıb, alqı-satqını həyata keçirirlər. Alqı-satqı haqqında müqavilə və çıxarışı götürərək daşınmaz əmlaka yenidən müraciət edib, yəni çıxarışı artıq yeni ev sahibi öz adına keçirə bilər. Və ümumiyyətlə ödəniş barədə də uzağa getməyə ehtiyac yoxdur. Burada bankın nümayəndəsi olsun, yəni ödənişi də burada bank nümayəndəsindən həyata keçirilir. Asan Xidmət Mərkəzi fəaliyyətə başladığı ilk gündən müxtəlif sosial aksiyalar həyata keçiririk, mədəni tədbirlərə qoşuluruq. Daha sonra çalışırıq ki, ümumi yeni yanaşmanı biz hərəkətlərimizlə də gətirək. Misal üçün, bizim kitab aksiyasına start verdik. 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə bağlı kitab aksiyasına start verdik. Yəni, vətəndaşlar Asan Xidmət Mərkəzinə müraciət edib, özünlə bir kitab gətirib və əvəzində kitab apara bilər. Yəni, kitabını paylaş, biliyini paylaş bir aksiyasını başladıq. Daha sonra biz Təmiz Şəhərlə bizi aksiya başladıq. Bu, məişət tullantılarının çeşidlənməsi ilə bağlı. Yəni, artıq bu da yeni bir mədəniyyətdir. Yəni, artıq istəyirik ki, vətəndaşlarımızda bu tullantıların çeşidlənməsində müəyyən istiqamətləri də onlara görsədək. Bu brand walllar, bu tullantı qablarıdır ki, yəni, siz plastik qabları ayrıca qutuya, kağızları başqa bir qutuya atmaq lazımdır. Bundan başqa bizim Yarat İncəsənət məkanı ilə burada bir aksiyamızda start verdik, bir mədəniyyətin təbliği ilə bağlı və biz burada həmin məkanın əsərlərini bizim mərtəbələrimizə paylaşmışıq. Yəni biz demək olar ki, hər bir aksiya, müxtəlif aksiyalara və əməkdaşlığa açıq.
keçmə qabiliyyəti zəif olan insanlar üçün Braille əlifbası, həm o cığırlarla, hansı xidmət pəncərəsini, hansı xidmətləri aranılacaq. Bu bölmə sürücülük vəsiqələrinin dəyişdirməsi bölməsidir. Yəni, vətəndaş öz şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini təqdim etməklə, həmçinin 18 manat 20 qəpik dövlət rüsumu ödəməklə ümumilikdə 5 dəqiqə ərzində yeni sürücülük vəsiqəsini əldə edə bilər. Dövlət sənədləri üçün foto, gözün rəngi və yaxud qan qrupu haqqında məlumat əldə etmək üçün foto və tip köşkləri fəaliyyət göstərir. Bu Asan Xidmət Mərkəzinin özünə xidmət güşəsidir. Yəni, vətəndaşlarımız evində internetə çıxışı olmayan və kompüter olmayan vətəndaşlar Asan Xidmət Mərkəzlərində quraşdırılmış bu kompüterləri, yəni özünə xidmət güşəsinə yaxınlaşaraq Asan Xidmət Mərkəzləri çərçivəsində göstərilən xidmətlərlə bağlı, hər hansı bir sənədləşmə işin həyata keçirilməsindən bağlı zəruri olan sənədlərin siyahısı ilə, dövlət rüsumlarından tanış ola bilərlər. Bununla başqa digər dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən də faydalana bilərlər. Misal olaraq, yəni bu xidmətdən də faydalanmaq, yəni pulsuzdur, ödənişsizdir. Yəni vətəndaşlar ödənişli şəkildə gəlib bizim özünə xidmət güşələrindən dövlət qurumlarının təqdim etdiyi xidmətlərlə, yəni onların internet səhifələri üzərindən və ya elektron portal üzərindən bu xidmətlərdən faydalana bilər. Asan Xidmət Mərkəzinə müraciət edən vətəndaş Asan Xidmət Mərkəzləri çərçivəsində göstərilən xidmətlərlə bağlı və onların dövlət rüsumlarına tanış ola bilərlər. Yəni, bu gördüyünüz bu aparatda Asan Xidmət Mərkəzləri çərçivəsində göstərilən xidmətlərlə bağlı və həmin xidmətin həyata keçirilməsində tələb olunan zəruri sənədlər və rüsumlarla da tanış ola bilərlər. Yəni, Asan Xidmət Mərkəzlərinə heç kim vətəndaşdan qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumundan artıq rüsum tələb edə bilməz. Çünki biz hər mərtəbədə bu cür aparatları quraşdırıb vətəndaşlarımız üçün ixtiyarına buraxmışıq ki, bunlar da xidmətdən faydalandıqda o məlumat elə bunlar. Yox, o münasibət məzəyə yaxşıdır. Yaxşı, onda bunu. Artıq sizin yeni qiymətləndirmə aidiyyatı şöbəyə yönəldir. Allah kömək iştirak edin. Çox sağ olun. Sizə də təşəkkür. Asan xidmət mərkəzlərində quraşdırılmış aparatlar vətəndaşların rəyinin öyrənilməsinə yönəlmiş bir aparatlardır. Yəni, vətəndaş xidmətdən faydalandıqdan sonra hansı orqanın xidməti ilə bağlı müraciəti olubsa, həmin xanaya daxil olur, hansı xidmətlə bağlıdırsa, ora daxil olur və ümumi xidmətdən faydalandıqdan sonra nəzakətli davranış, xidmətin şəffaflığı, xidmətin operativliyi, rahatlığı və ətraflı məlumatlandırılma ilə bağlı razı olub-olmamasından bağlı öz rəyini bizə bildirə bilər. Əgər razıdırsa, bu bölmədə olan xidmətlərə tabi olur, razı deyilsə, bu sağ tərəfdəki bölmələrə və ümumilikdə sonda olaraq təsdiqlərsə, bu xidmət bizim aidiyyatı şöbəyə yönləndirilir və aidiyyatı şöbə ümumiyyətlə Asan Xidmət Mərkəzləri çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və ümumilikdə gələcəkdə hər hansı bir problemin qarşımıza çıxması ilə bağlı müəyyən təhlillər aparıb, o problemlərin, o nöqsanların aradan qaldırmasına yönələcək. Mərkəzlərdə kafelər və uşaqların əylənməsi üçün ayrıca yerlərin olması vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Asan Xidmət Mərkəzləri həftə içi hər gün səhər saat 10-dan axşam saat 20-yə kimi, şənbə və bazar günləri səhər saat 10-dan 17:00-a kimi vətəndaşlarımıza fasiləsiz xidmət göstərir. Yəni, həftə içində hər hansı bir sənədin hazırlanmasında vətəndaşlarımız əgər işdən icazə ilə bağlı və yaxud da hər hansı bir məşğul olduğunda həftə sonu rahat bir şəkildə Asan Xidmət Mərkəzlərinə müraciət edib öz sənədlərini hazırlaya bilər. Kanal 13 olaraq şəhər sakinləri arasında kiçik sorğu keçirərək Asan Xidmət haqqında münasibətlərini öyrənməyə çalışdıq. Asan Xidmətdən istifadə etmisiniz? Asan Xidmət eləyəri Allah qoysun. Ümumiyyətlə bu barədə məlumatınız varmı?
Məlumat var. İnqilabdadır o deyəsən, ha? Düz deyirəm. Çox yaxşıdır o. Asal xidmətdən istifadə etmisiniz? Xeyr etməmişəm. Bu barədə ümumiyyətlə məlumatınız var? Var əlbəttə ki. Xeyr. Məlumatınız var mı bu barədə? Aha, məlumatımız var. Asal xidmətdən istifadə etmisiniz? Asan xidmətdən şəxsi vəsiqəsindən vaxtı qutarıb orada istifadə eləmir. Razı qalmısınız? Bəli. Salam, asal xidmətdən istifadə etmisiniz? İstifadə etməmişəm, xeyr. Ümumiyyətlə məlumatınız var mı bu barədə? Asan xidmət haqqında, bəli. Asal xidmətdən istifadə etmisiniz? Xeyr, təəssüf ki. Ümumiyyətlə məlumatınız var mı bu barədə? Yəni məlumatım var, bəli. Xarici pasport almışam. Tez başa gəldi. Hə, 2 günə. Nə yaxşı. Razı qalmısınız? Razıyam. Bəli. İstifadə etmiş. Razı qalmısınız? Bəzi şeylərdən hə, bəzi şeylərdən yox. Razı qalmışam ondan ki, yəni hamısı bir yerdədir. Yəni bütün istədiyin, axtardığın şeylər bir yerdədir. Amma narazı ondan qalmışam ki, hələ də bürokratik məsələlər indiyənə qədər də var və uzun müddət hələ olacaq çox güman. Çox yaxşı idi. Əla. Nə vaxt istifadə etmisiniz? 2 ay bundan qabaq. Təxminən. Qardaşım da propiskaya elətdirmişdi. Çox tez 3 gün ərzində təzə şəxsiyyət vəsiqəsi alıb. Çox rahatdır. Etmişəm. Necə, hansı xidmət? Tərcümə üçün türk dilinə. Razı qalmışam, bəli.